Sabahınız xeyir olsun, əziz və dəyərli Dünya Televiziyasının daimi tamaşaçıları. Salamlayıram sizləri. Bugün də efirimizdə Firuzə sizəm. Bəlli məsələdə şənliklərindədir, amma buna baxmayaraq biz yenə də iş başındayıq, verilişimiz yenə də sizin qarşınızdadır. Bugün də çox möhtəşəm bir efir hazırlamışıq və mən təşəkkür edirəm hər birinizə ki, hər zaman kimi verilişimizdə əlaqə nömrələrimizi görürsünüz, aşağıda gedir və hər hansısa bir sorğu sualınız, ad günü təbrikləri etmək istəyirsinizsə, kimləri verilişimizdə görmək istəyirsinizsə, məmnuniyyətlə yaza bilərsiniz və biz də səsləndirərik və ən əsası dəyərli izləyicilərimiz təşəkkür edirəm. Niyə? Çünki çox sevinirəm, çox sevindirici haldır ki, bizim efirimiz qısa müddət ərzində yayımlansa da, amma artıq belə deyim, öz möhrünü vurub və maşallah çox sevilir, çox gözəl rəylər alırıq. Buna görə də çox sevinirik və əlbəttə ki, bizi xaricdə izləyən yerlərimizə təşəkkür edirəm, minnətdaram. Elə bölgələrimizdən çox izləyirlər, elə paytaxtımızdan izləyənlər, hər kəs. İnanın ki, hər birini oxuyuruq və təşəkkür edirəm efir vasitəsilə hər birinizə bu borcumuzdur. Çünki əlaqə nömrələrimiz gedir və ən əsası bizim o SMS hissəmiz boş qalmır və biz müsbət rəylərinizi oxuyuruq. Bir daha minnətdaram. Və dəyərli izləyicilərimiz, bugün də sizlər üçün gözəl bir efir hazırlamışam və gözəl bir mövzular müzakirə edəcəyik və qonaqlarımız gənc olmaqlarına baxmayaraq həqiqətən də hər biri ayrı-ayrılıqda çox dəyərli insanlardılar və öz dəstək xətləri var, öz sənətinin peşəkarlarıdırlar və ən əsası həqiqətən səs, avaz onlarda var. Və elə istəyirəm ki, vaxt itirmədən dəvət edin mənim illərimin. Bilirsiniz ki, mən Dünya Televiziyasında bir çox layihələri aparıcısı olmuşam və Nurlu Dəqiqələr verilişimiz yayımlanırdı Dünya TV-də. Haradasa 7-8 il olar. Mən o efirimdə də dəvət eləmişdim dəyərli dostumu. İllərimin dostudur, illərimin dəyərlisidir. Mən onun səsini çox sevirəm, sənətini çox sevirəm, səhnə mədəniyyətini çox sevirəm və xüsusi bir etika var, xüsusi bir, bilmirəm, həqiqətən də bir centilmenlik var və ən əsası ifaları, repertuarı çox zəngin və çox fərqlidir və bu yaxınlarda gözəl bir əlavə biznesə keçib, onun da haqqında mövzumuzu danışacağıq, müzakirə edəcəyik. Kimdə söhbət gedir? Gənc olmaqda baxmayaraq artıq öz möhrünü vurub, öz dəstək xətti ilə davam edir, elə belə də davam eləsin. Təbriz Məzahiroğlu bizimlə bərabərdir. Xoş gəldin Səday. Onsuz da bilirəm, o sözlər yalan. Alma nə etməli, ürəyim sevir. Gör necə danışır, baxanda mənə. O şirin gülüşün, hər şeyin yalan. Onsuz da bilirəm, o sözlər yalan. Alma nə etməli, ürəyim sevir. Gör necə danışır, baxanda mənə. O şirin gülüşün, hər şeyin yalan. Sənin üçün sevgimiz oyundur məyər? Bir için məhəbbət dünyama dəyər. Artıq məndə yetib sevgiyə inan. Çətin ki bir də mən alışıb yanam. Sənin üçün sevgimiz oyundur məyər? Bir için məhəbbət dünyama dəyər. Artıq məndə yetib sevgiyə inan. Çətin ki bir də mən alışıb yanam. Heç bilmirəm nəyi düşünüm, heç bilmirəm kimi düşünüm. Bəlkə dəyməz o sevgiyə, mən bilmirəm. Heç bilmirəm nəyi düşünüm, heç bilmirəm kimi düşünüm. Bəlkə dəyməz o sevgiyə, mən bilmirəm.
Axşamın xeyir olsun. Sizə mənim sevdiyim mahnı ilə başladım. Təbii ki. Maşallah olsun. Hər vaxtın xeyir olsun. Nurayna, xeyirli uğurlu olsun bu gözəl verilişin. Əvvəla ekran qarşısında əyləşən tamaşaçılarımızı salamlayıram. Onların sevgisidir. Maşallah olsun bizim üçün bizə ruh verən. Və sən də mənim dəyərli dostumsan və sənin də ən çox sevdiyim bir mahnıdır. Bu qeyd edim ki, bu bizim mahnımız deyil. Əslində bizim dəyər verdiyimiz elə Bakımızda, paytaxtımızda, dünyamızda demək olar ki, nömrə 1 şeir onundur, dəyərli dostlarımızın və onların da icazəsindən elə bir qüvvət istədim ki, bir dəqiqə oxudum. Biz hər axşam şou proqramda bir yer Bilirəm, məkanlarda həmişə məndən istədiyin ifa odur. Və təşəkkür edirəm ki, diqqət çərçivəsində saxlamısan. Bugün də Təbii ki, bugünlərim. studiyamız necədir, bəyəndin? Maşallah, aurası çox gözəldir. Gələndə dedim. İlk dəfədir qonağımızda. İlk dəfədir, neçə dəfə gəlmək istəyirdim. Bugün, sabah müəyyən işlərlə bağlı özüm bilsən ki, baş qarışıq olur. Çox dəvət eləmişik Təbrizə, amma tapa bilməmişik Təbrizə. Amma nəhayət ki, bugün istəsən. Həmişə Xoş gəlmişsən. Bir daha salamlayıram səni əzizim. Buyur, əyləş masamızda. Maşallah, hər şey də var burada. Bu günlərim əməlli başlı. Çayımız burada. Nuş elə, əyləş elə, axşam-axşam. Dəyərli izləyicilərimiz, dəyərli tamaşaçılarımız, bax, hər zaman söyləyirəm, çayınızı qoyun qarşınıza. Elə əsl istirahətin vaxtıdır. Əyləşin, bizi baxın, izləyin. Firuzənin nuru bugün də çox maraqlı olacaq və bilirsiniz ki, mən hər zaman əbəs yerə demirəm. Və istəyirəm ki, növbəti qonağımızı dəvət edim, musiqili xanım qonağımız. İnanın ki, pərdə arxası bayaqdan veriliş gedə-gedə o qədər pozitiv enerji ötürürlər ki, hələ dəvət eləməmişəm, amma çox sevdim və çox da mahnıları, onu deyim ki, hansı mahnı oxuyursa çox gözəl baxış sayı verir. Amma bu panel falan deyil, yəni saxta baxışlar deyil, saxta reklamlar deyil. O xanımın həqiqətən də məxsusi öz yaradıcılığı var, öz ifaları var və elə şıltaqdır da, həm də sevilir də. Kimdən söhbət gedir? Könül Əliyeva bizimlə bərabərdir. Xoş gəlib, səfa gətirib. Gedir əldən təmiz hisslər. Qəlbimə düzmə, küsüb könlümü üzmə. Məni mən qədər istə, yerin gözlərim üstə. Kədər bizə gəlmişsə, bu eşq gözə gəlmişsə, nədir adı bu eşqin, bitər dadı bu eşqin. Biz deyəsən ayrılığa yaxınıq. Gedir əldən bizim sevda, günahım yox, qalım tənha. Sevib xoşbəxt olaq biz ya, dağılsın sevgisiz dünya. Nə istər ki sevən kəslər, ürək öz həmdəmin səslər. Saf eşqin olmağın istər, gedir əldən təmiz hisslər. Biz eşki bir ömür sandık, ne bir günlük ne bir anlık. İçimde var nigaranlık, bes o günler bes insanlık. Seven etmez unutkanlık. Bir ümit olabilir əslində, çağırdığın kəsdə. Son ümit kimi səslər geri dönəcək bəlkə. O seni sevir təkcə. Gedir əldən bizim sevda, günahım yox, qalım tənha. Sevib xoşbəxt olaq biz ya, dağılsın sevgisiz dünya. Nə istər ki sevən kəslər, ürək öz həmdəmin səslər. Saf eşqin olmağın istər, gedir əldən təmiz hisslər. Performans, möhtəşəm ifa.
Kim gedirərdən, nə gedirərdən bilmirik. Sevgilər gedir əldən. Sevgilər. Söhbət sevgilər. Saxta Saxta sevgilər. sevgilər. Sevgini bu qədər ucuzlaşdırmayaq, saxta sevgilər deyək də. Bəli, Vay vay, bəli. könlümüz yaman Dolu bilmirəm, yanıyor. sarsılıb, dolub gəlib görək indi verilişimizdə bütün arzu istəklərini Təbriz çayımı içmə ya. Buyur əzizim, sən də alaq yerinə. Elə nuş eləyin, gözəl çayımız, gözəl masamız, gözəl studiyamız sizin ixtiyarınızdadır. Dəyərli izləyicilərimiz, artıq görürsünüz ki, verilişimiz hansı ampulada davam edəcək. Mən az öncə dedim, axı bu günlərim daha belə şən-şux, daha bir müsbət aurada, pozitiv şəkildə sizlərin qarşınızdayıq. Elə Firuzənin Nuru verilişin məqsədi elə budur. Çünki əlsüdə vaxtlarınızda istirahət edə biləcəyiniz tək veriliş hansı verilişdir? Ondan 12-yə qədər Firuzənin Nuru. Bəli, bizi hər zaman izləyin və təşəkkür edirəm bir daha hər birinizə. Əlaqə nömrələrimizi aşağıda görürsünüz və yaza bilərsiniz. Alqışlarınızla dəyərli həmkarlarım dəvət edək. Sevindik görüş bizimlə bərabərdir. Elə ifası ilə. Vurğunuyam dağ dərənin, gördüyüm hər mənzərənin, qarşısında pəncərənin, dəllənirdi bir ağ göyərçin. Əllərimi uzatdıqca, xoş ünsiyyət yaratdıqca, su verdikcə dən atdıqca, şənlənirdi bir ağ göyərçin. Uçdu hara ağ göyərçinin, əxti qara ağ göyərçinin. Uçdu getdi qayıtmadı, qayıtmadı ağ göyərçinim. Könlüm onu unutmadı, o könlümü avutmadı. Uçtu getdi qayıtmadı, qayıtmadı ağ göyərçinim, qayıtmadı ağ göyərçinim. Gözəlliyi harasında, gözlərinin qarasında, buludların arasında gizlənirdi bir ağ göyərçin. Uzaqdan atmasaydılar daş, gözlərində olardı ya. Bu təkliyə yavaş yavaş öyrənirdi bir ağ göyərçin. Uçdu hara ağ göyərçinin, əxti qara ağ göyərçinin. Uçdu getdi qayıtmadı, qayıtmadı ağ göyərçinim. Könlüm onu unutmadı, o könlümü avutmadı. Uçtu getdi qayıtmadı, qayıtmadı ağ göyərçinim, qayıtmadı ağ göyərçinim. Maşallah gününüz olsun, hər vaxtınız xeyir olsun. Mən də sizləri xoş gördüm və maşallah elə çayımız da isti-isti. Bəli. Elə ətirindən bəllidir ki, 100% kəliotusu var bunun. Yox, Bəli, təzə yox, çaylar, çayımız. təzə çaylar çıxıb da, test çayları belədir, Zabaskoy belədir. Xüsusi çaylarımızdır. Elə biz gələn bütün qonaqlarımıza belə Maşallah, nə xüsusi gözəl. diqqət edirik. Təşəkkür edirik bizə əziz Xoş çəkən gəlmisiniz çay bir verən daha. xanıma da minnətdaram. Bəli.
Dünya Televiziyasının verilişləri belədir, seçilir. Qonaqpərvər, Bəli, bəli. qonaqpərvərik biz. Və bir daha axşamınız xeyir olsun deyirik, dəyərli izləyicilərimiz. Bir daha salamlayırıq sizi. Elə öz adımdan əyləşən qonaqlarımız adından artıq görürsünüz ki, hər biri yumor hissi ilə zəngin, çox pozitiv və ən əsası sənətləri də var, söz bazaları da var, danışmaq haqları da var və elə müzakirələrimiz də nə olsa bilirəm ki, birbaşa cavab verəsi qonaqlarımızdır. Amma bilmirəm ki, mənə çatmayan məqam budur ki, bizim gözəl könüllə sevindik, bərabər geyiniblər. Ay, Təbriz nə məsələdir görəsən, gərək biz də dəst Təbrik geyinərdik. edirəm, təbrik Nə edirəm. məsələdir bu? Əsl sözləşib gəldiniz deyəsən, Yox, əslində sözləşməmişik. Heç ola bilmirdik. bilmirdiniz. Mən gördüm səni, TikTokda canlı yayım açmışdın. Gördüm elə dedim elə tez bazar geyinim, könül onu geyinib. Yəni o Nə gözəl, nə gözəl, amma Çox yaraşır. zarafatçıl dostumuz var. Bəli, bəli, bəli. Dəyərli izləyicilərimiz, Həm səs deyil, səs hər şey deyil də yəni. əslində pozitiv olmaq lazımdır. Bəli, Əlbəttə yumor. elə lazımdır. Bəli, bəli. çox nəysə, yaxşıdır hər şey. Deyəsən, biraz burada negativ aura baş verir. Yox, biz hələ pozitiv gedirik. Dostluq münasibətləriniz var da, Bəli, yəqin Bəli, ki. bəli, görüşmüş elə məkanlarda. İkimiz gözəl rəqs eləmişik. Sən Hətta heç məndə də videolar da sevindir, var. sən heç. İndi bu günlərin burada 100% olmalıdır. Olmayacaq. Birinci oxumaq, sonra rəqs eləmək. Olmayacaq. Bəli. Dəyərli izləyicilərimiz, bilirsiniz ki, bizim verilişimizin formatında var ki, bizim gözəl mövzular və müzakirələr və qonaqlarımızın fikirlərini sizlər üçün elə efir önünə gətiririk və bugün də çox gözəl bir mövzu hazırlamışam və hər bir mövzudan bəhs edəcəyik əslində. Çünki mən az öncə dedim ki, buna sizin haqqınız da çatır, sənətiniz də çatır və ən əsası əziyyətiniz, əməyiniz var. Ən əsası dırnaqarası sənətçi dostlardan deyilsiniz də. Yəni hal-hazırda o qədər qeyri-peşəkar olub da özünü sənətkar kimi göstərən insanlar var ki, amma bugünkü mövzumuzu nəzərinizə çatdırım ki, bugün biz yalan mövzusundan danışacağıq. Bilirik ki, bütün sahələrdə demək olar ki, ümumi həyat tərzində zaten bu var. Amma incəsənət cəmiyyətində daha çoxdur da, yəni bu yalanlar. İndi görək qonaqlarımız şirin yalanlar mı satıblar, yoxsa acı yalan mı, yoxsa heç yalan danışmayıblar və yalanın bilirsiniz ki, növləri çoxdur. Yalan deyəndə tək insan bir-birini aldatmaq məsələsi deyil, amma insan bəzən güvən itirmək, psixoloji sarsılmaq və sənətdə nüfuzdan düşmək, yəni bu məqamlar da var. Bu mövzuda danışacağıq və digər mövzularda müzakirə edəcəyik. Keçək elə qonaqlarımızla söhbət edək. Buyurək. Siz bir mövzuya toxundunuz ki, ən başda da qeyd elədiniz. Yalan mövzusu əslində bu çox belə böyük bir mövzudur. Bəli, bunun yəni danışsan bitəcək bir mövzu deyil. Mən şəxsən özümə hər gün yalan danışıram ki, hər gün deyirəm hər şey yaxşı olacaq, hər şey yaxşı Ən olacaq. birinci orada başlayır. Amma heç nə yaxşı olmur. Belə işlər. Buyurun Təbriz bəy sizdən. Bu arada bunların ikisini yadına çıxır ki, mikrofon üstlərində var. Mən sadəcə geyimimdən dolayı mən mikrofon taxa bilmərəm. İkimizin üstündə var. İkisi də iki dənə mikrofonla danışır. O qədər öyrənmişik ki, bizdən mikrofon belə görmüşdü, indi belə retk olur. Buyurək, Təbriz. Maşallah bilirik ki, elə mövzumuzun müzakirəsinə əlavə bir daha xeyir dua verək ki, bilirsiniz ki, Təbriz bu yaxınlarda gözəl bir Təbrik edirik, maşallah. Gözəl bir məkanın Bəli, fəaliyyətində birbaşa səlahiyyəti var, birbaşa əziyyətli xidmətləri var. Ümumiyyətcə, Nurani, çox sağ olun, öz məkanınızdır orada, nə vaxt gəlsəz, nə zaman gəlsəz. Və demək olar ki, ümumiyyətcə, hansı bir sahədə olsan ol, insan, birinci deyim, könüldə mənim illərin dostudur, sən də sevindik də, yəni indi Bakıda, paytaxtda indi artıq camiyə, biz balaca bir camiyədir, yaxşılar həmişə bir araya onsuz da toplanır. Bizlər Allah bizdən uzaq eləsin, onlar bizdən, biz də onlardan. Onsuz da kim-kimdə hər şey göz qabağındadır. İstəyir insanlıq, istəyir sənət. Amma sizdə həmişə ikisi də olubdur. Allah Taala'nın ən gözəl bəndəsi olsun. Yəni demək olar ki, hansı bir sahə olsun, orada insan sevgi ilə, istəyinə yanaşsa o işə, Allah Taala da onun bəhrəsini görür, yəni yetirir. Prosto yalan şey deyilsin, naxalaflik, yalanlıq, belə bir insanlar can güldən hər bir şeyə indi elə bir şey olur ki, tək müəyyən bir şeylər var, onsuz da tək olmuşam həyatda, nə tək olmuşam, Allahın var, söhbət yox. Yerdə olaraq yəni öz gücümün üstə, ayağımın üstə duran oğlan olmuşam. Onu dost tanışlarım da bilir, siz də bilirsiniz. Prosto sadəcə gedirsən müəyyən məkanlar olub ki, dəstək olmuşam. Yəni, halbuki
sənətdə olsun. Özümdən başqa, yəni hamıya bugün şükür görmüsən. İllərdir mən bu sənətdə olsam da, həm rəhmətli atamda oxuyan olub. Allah rəhmət Ağlım kəsəndən rəhmət. Ağlım kəsəndən mən bu sənətdəyəm. Özümdən başqa hamıya dəstək olmuşam. Demişəm ki, bura get, oradan sağa dön, qapını aç, pisiyoda buradır. Hazır yoldur. Göstərmişəm. Amma özüm ömrü boyu səhlənkarlıq, dala atmışam özümü, müəyyən Həvəsdən salıb. Həvəsdən, biraz da həvəsdən salmam. İndi şükür Allah ki, Pərviz də qardaşım da yanımdadır indi. Salamlayırıq. O da əlinə vermiş görə inşallah ki, yeni layihələrlə istəyir. Biznes tərəfindən olsun. O da bir restorandır, yəni qapalı qalmasın deyim. Restorandır, kimdir, ürəyisti gələr inşallah məkandır da, dostların məkanıdır ki, kimsə hara soruşanda ki, haradasan, deyirəm ki, gəl də oturaq, inşallah gəlsinlər ora. Əslində sənin artıq zamanın idi, çünki sənin ətrafın da var, səni sevən tamaşaçılar da var, elə sənətçi camiyyəsi hər biri səni sevir. Ən əsası canlı ifa desən, yəni hansı tərz desən, bəli, sən o ifanın mahir ifaçısısan, ən əsası kütlə var, bazən var və ona görə uğurların bol olsun. O tərəfdən çox sağ olun, Allah razı olsun. O tərəfdən arxaya ilə ona görə rahat girmişəm bu işə ki, bu tərəfdən nətər ki, biraz məlumatım. Paxıllığını çəkənlər 100% var. O heç də hamısı çıxır üzrə, çox getmir ki. Allah təala onu çıxardır. Qabaq deyim ki, belə, məndə belə bir şey yoxdur. Düşüm onun dalınca axtarım kimdir, nətidir, nə var. Allahın qurban olundur, qəlbimizi, niyyətimizi, bir də insanın niyyəti, Allah acız olsun. Allah qurban olun, Allah onu çıxardır qarşına ki, bax, bir balaca göstərir ki, bax, belə bir adamlardır. Vallahi deyirəm, çox getmir. Hamısı da ki, şükür Allah ki, yəni qapalı qalan olmuyor fərə ki. Mən hər zaman səndə realistik görmüşəm. Mən elə yaşamağı sevmişəm. Necə danışırsan buna tam inanın ki, mən bilirsiniz ki, səmimi insanım. Mən həqiqətən də ya dostumsan deyə demirəm, ya da efir önündə tamaşaçılara müsbət təqdim edək deyə yox. Amma doğrudan da elə yalansız, realistik, necə ki mövzumuz yalandı. Amma mən səni hər zaman səmimi görmüşəm, olduğu kimi görmüşəm, sözpərəst görmüşəm, yardım edən görmüşəm. Vallahi deyirəm, tədbirlərdə olan dostlar da bilir. O qədər qeyri-peşəkar, bayaq dediyim kimi insanlar var ki, bu günlərim hara baxırsan o da, amma elə bizim həqiqətən də bax elə Təbriz kimi sənəti var, bacarıq var, potensial var, əmək var, əziyyət var, amma həvəsdən sağlıqlar qalır geridə. Amma sənin elə belə olmaq zamanındır. Çox düzgün etmirsən. Vallahi deyirəm, bir gün bax elə bura gəlməmişdən qabaq Pərviz bilir, zəng gəldi mənə ki, dostlarımız var, artıq neçə ildir, onların ailə məclisində, dost məclisində də mən oldum. Sən gələdilər ki, Təbriz, sən həvalə olunurdu, həmən şəşkim olaraq o kollektivindən, prosto populyar müğənnilərdən, müəyyən bir müğənnilərdən. Mən də həmişə çalışmışam ki, necə deyim, o dədə-babadan deyilir, papaq atda yatan. Açıq danışaq da, indi könlün göz qabağındadır, sənəti də var, bu qızın səhnə görünüşü də var, bu kişinin də, hamısı. Amma bugünkü günü, Nuran özün də görsən ki, bugünkü günü reklam xarakterini yaşayan insanlar, düz deyil, hamı lazımdır reklam, şərtdir. Reklam lazımdır, çox üzr istəyirəm. Reklam lazımdır, amma elə reklam eləmək lazımdır ki, özünü biabır vəziyyətə qoymayasan. Məsələn, çox irgənc şəkildə eləyirlər. Ən əfsus da xanım müğənnilərdən gedir söhbət. Kişi müğənni bəzən görsən ki, özünü sıxıb saxlayır. Amma gerçəkdən xanım müğənnilər çox bərbad şəkildə həm efir geyimləri olsun, həm efirdə danışıqları olsun, həm özlərini aparmaq qaydaları olsun. O qədər də abartıcı qiymətlər deyirlər ki, efirdən. Əlim üzümdə qalır ki, axı mən sənlə eyni məclislərdə iştirak edirəm, sən niyə bunu bu qədər abartırsan, niyə bunu bu qədər deyirsən ki, falan yarım saatı 1000-ə, 2000-ə gedib oxuyuram. Boş danışmayın, xahiş edirəm. Bugünkü günü imkanı olan ailələrdə var, imkanı olmayan ailələrdə var. Siz o şəkildə deyərəkdən xalqın gözündən düşürsünüz. Biz bugünkü günü müğənni olaraq, aktyor olaraq, aktris olaraq, aparıcı olaraq bu sənət camiyyəsində biz heç kimik. Nə mənada heç kimi, əgər xalq olmasa biz heç kimik. Sən bugünkü günü 10 dənə də mahnı çıxart, bugünkü günü 20 dənə də trend deyirlər, falan deyirlər, bəsməkən. Milyonu da çıxart, amma ki, şəxsiyyətin, özünü aparmaq qabiliyyətin və çox saxtanın saxtasısansa, sən heç bir vaxtı nəyəsə nail olmayasan. Mən bəlkə də bugün 10 nəfər dostlar olsun, tamaşaçı olsun, 10 dostum varsa, 10 dənə tamaşaçım, bunlar gerçəkdən məni istəyən insanlardır və bunlar mənə yetərlidir. Təbii ki, mən də istəyərəm, 12 ildə oxuyuram. Təbii ki, istəyərəm ki, mən də haralara gedəm. Elə mənim dostlarım olsun, bunlar hamısı əziyyət çəkən adamlarıq, biz bir məclislərdə oxuyan adamlarıq. Və Təbrizlə mən dəfələrlə məclislərdə oxumuşuq. Gecəni səhərə qədər o mikrofonu yerə qoymamışıq. Səhərə qədər oxumuşuq canlı-canlıya, söhbət canlıdan gedir. Saat özdən neçədir? Fonoqramdan getmir burada söhbət. Fonoqramı studiyada gedib düzəltmək olur, bu söhbət canlı ifadə. Bəli, mən ona görə az öncə dedim ki, həqiqətən sənət
sənətimiz var. Biz hər çox birimiz. şey Hər yaşamışıq, birimiz amma canlı bugünkü günü o efirimiz. demək deyil ki, xahiş edirəm, bu qədər abartmayın. Efirlərdən ola bilər, bəlkə də reyting üçün Mən edirlər, amma üzr eləməyin. istəyirəm. Bax, 2 gün bundan qabaq gözdən düşürsüz. Tamamilə doğrudur. Qonşu kanalların birində müsahibə verdim. Elə bax bu haqda. Yəni dedim ki, bugünkü günün zövq məsələsindən, yəni bahs etdimdə söhbət etdim ki, orada zövqdən başlayır ki, yəni bugünkü gün cəmaatın zövqü nəyə görə körlənib? Yaxşı mənada deyim ki, demirəm ha, insanlara Allah hamıya kömək olsun. Amma bugünkü günü çox bərbad günü nədir ki, mənim ətrafımda kim olur, mən çalışıb ayıldıram ki, pulu versənsə, Bəli. sən, qardaş, bu qab işinə baxırsan, bundan mənim məlumatım yoxdur. Bəli. Gəlirəm deyirəm ki, mənim hər bir sahədə dostumuz var da, güvəndiyimiz indi insanlar, hamısına şamildir. Gəlib deyirəm ki, qardaş, bunu sən yaxşı bilərsən də, pul onsuz da verilir. Düz deyil, sən də mən bilsən ki, bu sənətdəyəm, hara qədərəm, nətərəm, onu bilənlər, bilməyən də çalışıb onu bildirirəm ki, bunun üçün pulunu verin də, reklam olanda da samballı reklamlı oxuyanlarımız var. Bağatı, bildin nətər, Azərbaycan ciddi Təbrizsən o dediyin, o insanlara o çatmayacaq. Niyə insanlar bildində mən, sən Bilirəm, deyirsən, mən hissətsiz adamlar yönləndirmək, deyirsən, hə. o yönləndirən insanlara o sənin dediyin çatmayacaq. Çünki sən onlara sadəcə səs göstərə bilərsən. Danışsaq bitməz, vallahi Qazan Nurayna, bu baxımından, barədə. vay, o qədər bilirik də, yəni görürük də, ən çox da necə deyərlər ki, yəni biz gecə, yəni proqramları... Əlbəttə ki, gecə proqramları mənim. Gələsə beni bilmir onsuz da o yar qədrimi bozmara olar. Gələsə beni sınağa çəkmə olmaya səbrimi. Dolama dolama sevgimlə oynama, yol uzundur ama keyfimi korlama. Dolama dolama sevgimlə oynama, yol uzundur ama keyfimi korlama. Elə bilmə ki səni gözləyəcəm, sənsiz həyata davam eləyəcəm. Çox düşəcəksən hələ bil arxamca, başına döyəcəksən tək qalınca. Gizlini zəyir məni o hər yerdə, rahat qoymayır dincəlim evimdə. Danışma mənə olmayan sevgindən, silib atmışam inan bu qəlbimdən. Dolama dolama sevgimlə oynama, yol uzundur ama keyfimi korlama. Dolama dolama sevgimlə oynama, yol uzundur ama keyfimi korlama. Elə bilmə ki səni gözləyəcəm, sənsiz həyata davam eləyəcəm. Çox düşəcəksən hələ bil arxamca, başına döyəcəksən tək qalınca. Gizlini zəyir məni o hər yerdə, rahat qoymayır dincəlim evimdə. Danışma mənə olmayan sevgindən, silib atmışam inan bu qəlbimdən. Dolama dolama sevgimlə oynama, yol uzundur ama keyfimi korlama. Dolama dolama sevgimlə oynama, yol uzundur ama keyfimi korlama. Bir dəqiqə, qoy görüm bu qız nə edir bu günlərim. Əziz tamaşaçılarımız, bilirsiniz ki, vallah biz həqiqətən də nə saxta veriş təqdim etmirik. Necə ki, mövzumuz yalandır. Vallahi... Mən şahidəm də, mən şahidəm. Mən şahidəm ki, həqiqətən ki... yalandır, amma inanın
inanın ki biz sizə yalan veriliş təqdim edir. Deyəcək Nuranə yalançıdır ki, dedi ki, amma görürsünüz də, yəni Yox, sport mən geyimdədir. iki dənə oğlan şahiddir, bir qardaşım da mən şahidim. Həqiqətən mən bilmirdim. Firuzə bugün... Yox, halımdan bəllidir də Zələ Nurayən xanım. Görürsüz, rayondan gəldim. darıxmışdın, tamaşaçılar üçün. Həm tamaşaçılarım üçün darıxmışdım, həm də sənin üçün darıxmışdım və istədim ki, bir qeyri-adi bir şey olsun. Çox Belə də gözəl ki, bax, söhbət bəllidir, oldu. makyajsız halım, ev Mən yalancı halım. çıxartma Firuzə. Az öncə anons eləmişdim ki, yəni bugün Firuzə yoxdur, amma bəllidir. Bəllidir ki, Gəldim də çatdım. Görmürsünüz, qaça-qaça gəlmişəm, təngi nəfəsəm. Görməcə sizi Siz də xoş gəlmişsiniz, təşəkkür edirəm. Xoş gəlmişsiniz. Həqiqətən də həm dedim ki, qoy gedim baxım, oturmayacağam verilişdə zaten. Hə, gəldim, ifamə elədim, sizə sürprizimi elədim. Çıxıb gedəcəm çünki Xeyirli, bərəkətli olsun. rayondan gəlmişəm deyə yorğunam. Qubada. Maşallah, maşallah. Belə şey yox deyir, veriliş özünün olan, amma özü buralarda tapılmıyor və biz bunun üstünü Yay gəlsə elədir. Sumqayıtdan gedib gəlirdik də Qubaya. Ona görə yaxın olduğuna görə dedim elə qoy bir dənə çatım. Məclisə getmişdin, el şənliyinə Əlbəttə ki, getmişdin. mən hara gedə bilərəm? Quba cəmaatı səni yaman sevirə. O gülün hələ axırı qalıb, bir görə tamaşaçılarımız soruşur O ki... gün mənim başıma çox oynaşdı, ay Nunuş. Amma inşallah Vallahi. ki, gələn efir mütləq onu anons eləyəcək və tamaşaçılara onun əsasını deyəcək. Maraqlıdır, hələ sorğu-suallar var. Necəsən, salamatçılıq Hər şey yaxşıdır, hər şey əladır. Buradan demək istəyirəm ki, o bəzi müğənnilər var. Gedib saatlarla otururlar salonda, 3D makyaj eləyirlər. Təbii. Efirə çıxanda tanımaq olmur da, həqiqətən. Bəli. Kitaylara oxşuyurlar. Hə. Kitaylara. Həqiqətən də. Bax elə mən kompleksiz insanam. Bax bu Gözəl, ev halımda, belə gözəlsən, ev problem halımda və makyajsız halımda efirə çıxmaqda heç qorxmadım, heç çəkinmədim çünki Allahın yaratdığı bəndəyəm. Bəli, əlbəttə ki. Allah Təbii necə gözəl. yaradıb Allah eləyəm. necə Baxın, yaradıbsa- heç nə yox. Göstərin. Bahar, məni yaxından göstər. Bahar, məni yaxından göstər. Alqışlayın, dəstək olun da. Maşallah, təbii gözəl. Gözəlsən. Bahar belə deyir ki, gözəlsən. çıx çölə day, bəsdir. Mən deyərdim ki, Qubanın havası düşübsə, yanaqları qıpqırmızı Quba olur. almasına Hə yox, yeyir. tələsi gəldim. Gün vururaq maşın Neynəsən də, istəməz hə, adam yanı qızarırsan. Əslində qırmızı yaxşıdır ki, nətər deyirlər, sulu canlı deyirlər, ətli qanlı deyirlər, yanaqlar. Pis deyiləm. Yox, Şükür Allah. maşallah, Balıq ətliyə. Gözəl, çox gözəl də sürpriz oldu Bəli, düşünürəm. bəli, çox Biz var. bilmirdik əslində burada, amma çox yaxşı Biz oldu. yol, Belə biz sürprizlər planda var tez ki, əslində dedilər ki, rayonda dedim ha, yorğun deyil, indi o nə vaxt gələr. Amma çatdırdım, həqiqətən də. İnan Əhsən. Allaha. Yox, əslində bilmirik. Allah o Operativ pullu hər yolu zaman çıxardanın atasına rəhmət deyil. Hə, Nə təzə deyim, yol, Allah hə, canını Təzə sağ yolla olsun. gəldim. Təzə yolla gəldim, hə, dedim qoy yox. 5 dəqiqə də olsa Radar da yox, şey radar edeyim. rahat gəlir. Çatım, Xoş hə. gəlmişsən, amma Firuzə, mövzumuz yalandı. Mən istəyirəm elə nə qədər səni burada tapmışıq. İstəyirəm səndən də, yəni mövzumuza bağlı fikirlərini alaq da. Yalandan danışırıq. Bu günlərin yalan. show biznes... Aha, Təbriz. İnfo edərsən, show biznesdə bugün yalan məqamlar bilirik ki, dəhşət çoxdur da, yəni dəhşət çoxdur. Ağ yalanlar, qırmızı yalanlar, hər cür rəngə onu yəni müqayisə etmək olar. Sən fikirlərin nədir mövzumuzla bağlı? Fikirlərin tamaşaçılara bildir. Sən hansı yalanlardan üzləşmirsən bu incəsənət sahəsində və yaxud da sənin öz yalanların olubmu? Bu günlərin bu ağ yalanlar nə dərəcədədir bilirsən hansı mövzularda? Ekskluziv yalanlar var. Hansı, bəli, bax necə ki bizim gözəl... Əslində elə sual vermə, deyirən doğru, show biznesdə doğru bir şey var. Aha, Həqiqətən də yoxdur. Yoxdur. Kənardan baxırlar, hamı aldanır. Olur da, yəni biz də Bəli, bəli. düşürük insan içinə belə bir çıxmasın. Deyirlər ki, filan kəs filan şey verirlər. Düzdür o. Deyirəm vallahi yox. Siz ekran arxasından baxırsınız. Hamısı Bəli. şoudur. Hamısı bir-birindən nəyisə görə qalmaqal yaradırlar. Yəni doğru bir şey yoxdur və mən buradan həqiqətən də atama təşəkkürümü bildirirəm ki, mənə atam balacalığından böyüdəndə deyib ki, bu yol düz yoldur. Bəli, Bu yolla get. bəli. Yıxıl, dur, dizini təmizlə, amma yenə o düz yolla davam elə. Mənim də bir dənə məsələ belə loru dil də desə deyəcəm. Amma bir şey də var ki, adi maşın sürürük. Düz yolla gedirsən, deyirsən ki, 40 dəqiqə çatacağam. Amma kəsə yollarla gedəndə deyək ki, bir 35 dəqiqə çatacaqsan. 5 dəqiqənin söhbətini eləyirik də bəzən. Düzdür, tələsirik. Bəli, onlar şirin yalanlar. Amma o Onlar latoklara işləri- düşə-düşə Bəli. gedəndə 5 dəqiqə tez çatırıq. İnan Allaha, bəlkə o 5 dəqiqə tez çatırıq, amma 100 manatdan çox rəsxod olur maşında. Bəli. Yəni Nakladkalar yeyilir. Adla da çox, mən bildim Firuzə nə demək istəyir. Bir dənə olar mikrofon zəhmət olsun. Mən Firuzənin sözünə haqq verirəm.
bilirsən nəyi demək istədi o? Mən çox gözəl bilirəm. Firuzə onu demək istəyir ki, o bəzi latoklara düşürsüz ya, o hər Bəli. o düşdüyünüz çuxur deyək də, o hər düşdüyünüz çuxurda özünüzə bir ad qazanırsınız. Bəli, bəli. Çalışın ki, o çuxura düşəndə sağlam şəkildə ad qazanasınız. Bəli. Hər dəfə ora düşəndə özünüzü rəzil biabır eləməyin. Çünki buradan elə efir barəsində istifadə edib efirdən demək istəyirəm ki, elə öz adımdan da Firuzə xanımın adından da istifadə edib demək istəyirəm ki, xahiş eləyirəm, öz adınızı bərbad vəziyyətə gətirib çatdırmaq istəyirsinizsə, bunu öz adınızı orada saxlayın. Bizim də içəridə, biz də onların içində. Çox xahiş edirəm, biraz statusumuz olsun xanım olaraq. Bir dənə söz deyim ki, deyir o qurunun oduna yaşda yanır. Bəli. Bu məsələ. Atalar sözüdür. Biz nə qədər desək də mümkündür. Amma bizi tanıyanlar zaten tanıyırlar. Bizi toya dəvət eləyəndə də bilirlər kimi dəvət eləmək lazımdır. Şəxsən məni toya dəvət eləyəndə ailəlicə süfrə başında otururlar, zəng eləyirlər. Ailəlicə hamı ilə danışıram, məsələn, toy danışanda. Oradan atası danışır, anası danışır, gəlin danışır, qaynata danışır. Hamının bir fikrini alıram və sevə-sevə məni çağırırlar toya. Deyirlər çox müğənni var, amma biz sizi niyə görə çağırırıq? Çünki həqiqətən də Səmimiyyət var. bəli. Təmiz olduğunuza görə, düz olduğunuza görə. Bax, mən dəfələrlə toylarda olmuşuq da, biz toylara düşmüşük. Hələ də oldu. Toya gedirsən, ən əfsusda xanım müğənnilər, toyda geyimlərini bilmirlər. Baxın, mənim öz şəxsi həyatımda olan, məsələn, şəxsi həyatımda təbii ki, özümə uyğun geyimlərimi geyinirəm. Bunun heç kimi aidiyyatı yoxdur. Ancaq ki, efirdir, toylardır, el şənliyidir, ailə içinə girirsiniz. Baxın, xanımlar, buradan özəlliklə sizə demək istəyirəm ki, bugünkü gün siz gedib yarım saat, bir saat, o dediyiniz 2000-3000 ki, alıb ki, oxuyursunuz, çıxıb gedəcəksiniz. Amma həmin o çəkiliş, toy, qalacaq bir ömür onların xatirəsi. Dünyanın hər yerində baxılır. Siz bəli, orada yarım saat, bir saat oxuyub qanararınızı alıb gedəcəksiniz. Ancaq o sizi ki, dəyər verib çağıran ailə ki var, onların o çəkilişi, sizin ki, o geyinib özünüzü bilmədiyiniz o geyimlərinizlə olan çəkilişləri cəmaat ailəsinə ağsaqqalın ağ bir çayına gətirib kaseti göstərir ki, indi kaset deyirdikdə biz o vaxtda. Ki, bax, filan müğənnini çağırmışıq toya, gəlib oxuyur. O da deyir, ağsaqqal da deyir ki, filan müğənninin oxumağından çox geyiminə baxıram. Bəli, sənətindən çox. Həqiqətən ha, yəni İcab bu görünüş. gerçəkdən beləsinədir. Bax, geyiminizə... Elə toylarda var ki, imini sənin səhifəndə, məsələn, mənim səhifəmə baxır. Məsələn, deyir ki, Firuzə xanım, bizim toyumuza bu paltarı geyinin gəlin də. Birinci insanın adamlığı olmalıdır. Ondan sonra sənət, nə bilim, hamısı, iş, güc, hamısı yerində gəlir. Ataların bir misalı var, deyir ki, geyimlə qarşılayırlar, ağıldan yola salırlar. 2-3 dənə sözdən sonra bizim maşallah, elimiz, obamız hamısı dil biləndir, insan tanıyandır. Böyük-kiçik yeri bilənlərik də hamımız. Elə görə gələ-gələ hamımız bilirik ki, nə var, pisi-pisi, hansı yaxşısı. Nəysə, uzun sözün qısası, vallahi, ən gözəli də heç kimin qəlbinə dəyməyəsən, xətrinə dəyməyəsən, biz onsuz da kütlə içərisindəyik. Yox, toya getsənsə, sən toya görə, sənətinə görə çağırırlar. Mən üzr istəyirəm, Geyim keçimi o sənin şəxsi həyatın. mən üzümü şəxsən təmiz saxlayıram. İndi təmiz birdən acıva gələrdi. Yox, təmizdən Yox, hər kəsin bir video görünüşü var. Mən Yəni, üzümü təmiz saxlayıram. Bir dəfə məclisdə oldum, elə İsmaildən, buradan İsmailləri da salamlayıram. Bir dəfə məclisdə oldum. Dedi, qardaş, geyimin, kecimin, səsin əla, mükəmməl, insanlığın əla. Bir yaşlı bir ağsaqqalımız idi. Dedi ki, prosto, bacı oğlu, nə bilim, qardaşım oğlu, üzüyü bir səliqəyə sal. Qınaq Gördüm, gördüm ki, siz böyüklə böyüklük eləmək lazımdır, kiçiklə də kiçiklik. Özüm götürdüm, soruşdurdum, apardım, gördüm ki, ən gözəli elə səliqə. Düz deyil, indi stil olaraq, nə bilim, elə geyim olaraq. Təbrizi bu stili ona yaraşır. Bəli, ümumiyyətlə, saqqal olsa da, olmasa da, səliqəli insan özünə baxmağı. Hər insanın bir görkəmi. Formada saxla, nə olsun. İmamlarımızdan belə olub. Baxımsız insanlar çoxdur bu günləri, həqiqətən də. Firuzə, ayağındakı krasovka deyək də. Ayağımdakı krasovka 95 manatdır. Hə, 1000 manat. Yox, 95 manatdır. Prosta rayondan gəlmişəm Biraz Kirlədə. aşağıya götürüm. Yox, mən yalan demirəm. Həqiqət 95, yalan neçə? Yalan 350 manat. 350 manat, tamam. Libasının nə qədər qiyməti var? 10 manat. Amma yalanla? Yalanla olsaydı, haradasa buna 150 manat deyərdim. Aha, tamam. Yox, bunlara dəyməyək. Bunları eləmək, bunlar çox çıxacaq. 100 min çıxacaq. Yox, mənə tanıyanlar bilər ki, mən prosto şey taxa bilmirəm deyə mənim üzərimdə olan aksesuarların hamısı qızıldır. Kölün səninlə istədim əlaqə saxlayayım, sadəcə olaraq işlərim olduğuna görə əlaqə saxlaya bilmədim. Mən TikTokda bir video paylaşmışam.
tərz açmışam orada. Çünki həqiqətən də çevirdim qabağıma çıxdı, çevirdim qabağıma çıxdı, çevirdim qabağıma çıxdı. Özüm əsəbləşdim ki, durub orada burada danışanda ay mənim sənətim belə var, ay nə bilim belə elə səndən mahnı oxumuşdu. Çox adam orada Şəbnəm xanımın adını qeyd edir. Xeyr, mən Şəbnəm xanımı da buradan öpüb bağrıma basıram. Hələ getsin o öyrənsin Şəbnəm kimi oxumağı, ondan sonra Şəbnəm xanımın paxıllığını çəkər. Yəni orada sənə bir şey deyilməyib ha, yəni onu da biləsən. Mən özüm qəsdən elədim ki, get oxumağı öyrən. Sonra gəlib danışarsan. Nə gözəl açıqlama verdin. Mən o efirdə ümumiyyətlə bilirsiniz ki, bu son dönəmlər bir xəstəlik kimi bir şey yayılıb. Öskürək, dəhşət də yəni danışmaq onu bir virus kimi bir şey yayılıb. Və mənim efirə dəvətim o dönəmləri çəkdi ki, hal-hazırda da bayaqdan da görürsünüz ki, mən üstümə də mikrofon da çəkdirmədim. Həm geyimdən dolayı, həm də ki, səs istəmirəm ki, 2 dəqiqədən bir öskürürəm və alınmır. Mən orada canlı ifa eləmişəm və mən notumu bilirəm hardan oxuyuram. Mən reşur demişəm və orada da klarnet düz mənim yanımdadır. Bilirsiniz ki, canlı oxuyuruq da, Firuzə bilirik söhbət nədən gedir. Səs mənim düz qulağımın içindədir və mən oxuya bilmirəm, eşitmirəm. Xaricə doğru aparır, amma o demək deyil ki, mən xarici oxumuşam. Xeyr, mən hətta o xəstə halımla reşurdan oxumuşam, hətta belə oxumuşam. Bir ayrılıq şarkısı seç, sessizcə çal benim için, yüreğim ellerinde, öylece kal benim için, aynanın karşısına geç. Yüzüne bak benim için, eğer ki ağlıyorsam. Alqış düşür, valla alqış düşür. İncəliklərə Bu ince ifadə, bu ince Yəni ifa mən orada tərzidir. xaric oxumamışam. Amma ki, bəziləri orada çox gözəl mənə sözlər yazıblar. Çox təşəkkür edirəm, efir vasitəsindən istifadə edirəm. Çox təşəkkür edirəm. Ancaq ki, o bəzi, özdə girirəm Firuzə səhifələrinə, xanımlar, bəylər, özdə xanımlar deyə çoxsu ki, oxuya bilmir, biabır çıxılan. Səhifələrinə girib baxıram ki, Allaha and olsun. 3 nəfərdən artıq adam baxıbsa, 4-üncüsü də mənəm də. Yəni, lənət gəlsin mənə ki, əgər onu artıq adam baxıbsa. Qurban sizə, bu qədər paxılı olmayın. Səsi olanlara bir, amma... Sizi paylaşmırlar ki. Məni paylaşıblar ya həyatım, amma o elə yoxdur. Onunla bərabər duet oxuduğumu paylaşırlar, mən yendirəm, mən dəfələrlə... Hətta gülməli bəzi şeylər də var ki, mən özüm də baxdım. Çox Üzr istəyirəm, bir dənə əlavə edeyim. Bax, beşimiz də eyni dostlarıq, sənət camiyyəsindəyik. Azərbaycan musiqisinin quruluşu Üzeyir Hacıböyev, bu insan, bir dənə məsələ var, sözü var ki, okeandan bir damla götdüm. İndi heç kim deyə bilməz ki, öyrənmişəm, buyam. Hələ də hamı öyrənir, hər bir sahədir. Mən heç sənətdən danışa bilmərəm, amma ki, kim harətəndir, belədir hamımız. Mən sən üzvə görüb demirəm, sən canlı ifanı da bilmişəm, belə də bilirəm, Allah şükür, mən özüm Yekə kanal çıxmasın, seçimi ələkdən keçirib məclisə sarıram, səni də sarılmışam. Əlbəttə, dəfələrlə. Həmmə şey yaxşı məclis. Yəni, mən bilirəm də. Bir də bu bəzi məclislərdə oxumaqlar tökülür. Adlar qulağına dəyənlər var. Allah bir iki gün adlar qulağına dəyənlər var. İndi hamısı deyib, bu qardaşım bilir də. Yazır ki, haradasan, məclis olsa sən onu deyirlər. Söhbət yox, heç deyilməyik, amma vaxtında nisa deyirdim də, niyə düşmüşdün. Siz söhbətinizə davam eləyin. Xeyirli uğurlu olsun. Yolçu yolunda gələk. İnşallah bu verişimizdə qəşəngdir, maşallah. Uğuruna xeyir olsun inşallah. Buradan Qubadan gəldim bura, Bakıdan indi inşallah hara gedirsən? Gedim evə dincəlim də, dayı mən yol yorğunuyam. Məclis saat yoxdur? Yoxdur, bu saatdan sonra haradan məclis olsun? Mən fikir vermə, bu biraz açıqında problem var, onu doldurur. Açıqında problem var, onu doldurur. Təşəkkür edirəm Firuzə, çox Amma maraqlısınız. Görüşərik, mən versin. Və elə vaxt itirmədən, dəyərli tamaşaçılarımız az öncə də söylədim ki, vallahi mənim xəbərim yox idi. Mən heç vaxt yalan efir təqdim etmərəm, etməmişəm də, etməyəcəm də. Amma sürpriz etdi, sağ olsun Firuzə. Bu dəfə də Firuzənin nuru verilişi olaraq elə Firuzə də göründü, mən də hal-hazırda sizinləyəm. İnşallah tək ki, Allah salamatçılıq eləsin və biz hər zaman elə sizin görüşünüzdə Firuzənin nuru verilişi olaraq qarşınıza çıxaq, gözəl verilişlər təqdim edək. Elə vaxt itirmədən istəyirəm ki, mövzularımızı müzakirə edəcəyik. Hələ daha qalmaqal dolu gözəl müzakirələrimiz gələcək. Maşallah, qonaqlarımızın ürəyi doludur, amma Təbriz Məzahiroğlu'nun ifası gəlsin. Mənim qədrimi bilmədin sən zamanında, sevgimizin ən gözəl, ən şirin çağında. İndi gecdi olanları qur xəyalında, İndi mən deyiləm, başqasıdır yanında. Səbəb nədir gözün qalıb
mesajlarımda. İndi sen cevabın aktar suallarımda. Sevgi mənə dəyər verdi qarşılığında. Mən özümü üçün eylədim eşqin odunda. Bir zaman eşkimle oynayan güzel dikimle oturup durursan indi. Geçimdi sevdiğin aşinaların, geçiminle hayat kurursan indi. Mehabbet şarabın seninle içtim, sevgi aleminde tek seni seçtim. Eşkin badesini benimle içtin, kadehi kiminle vurursan indi. Benim kadrimi bilmedin sen zamanında, sevgimizin en güzel en şirin çağında. İndi gezdi olanları dur hayalında. İndi ben değilim başkasıdır yanında. Sebep nedir gözün kalıp mesajlarımda. İndi sen cevabın aktar suallarımda. Sevgi mənə değer verdi karşılığında. Ben özümü üçün eyledim eşkin odunda. Cavanlıkta səhvim olub bilmişəm, aldanıb şirin dilinə sevmişəm. Düşünsən də sevmə yalandır yalan, sevgi Allahadır indi bilmişəm. Məhəbbət şərabın səninlə içdim, sevgi aləmində tək səni seçdim. Eşkin badəsini mənimlə içdin, qədəhli kiminlə vurursan indi. Mənim qədrimi bilmədin sen zamanında, sevgimizin en güzel en şirin çağında. İndi gezdi olanları dur hayalında. İndi ben değilim başkasıdır yanında. Sebep nedir gözün kalıp mesajlarımda. İndi sen cevabın aktar suallarında. Sevgi mənə değer verdi karşılığında. Ben özümü üçün eyledim eşkin odunda. Benim kadrimi bilmedin sen zamanında, sevgimizin en güzel en şirin çağında. İndi gezdi olanları kur hayalında. İndi ben değilim başkasıdır yanında. Sebep nedir gözün kalıp mesajlarımda. İndi sen cevabın aktar suallarımda. Sevgi mənə değer verdi karşılığında. Ben özümü üçün eyledim senin yolunda. Çox istedadlı ifaçı dostlarımız bizim Ramal, Vüsal və Valih, o qardaşlar. Salamlayırıq buradan da. Bəli, ekran qarşısından salamlayırıq və çox istedadlı dostlarım. Mən ona ərmağan eləyib, hədiyyə eləyib. Vüsal sözləri musiqisi İsrafilovundur, Vüsal İsrafilovun. Allah canı sağ eləsin və əslində biraz səhətimlə bağlı biraz bu klip 3-4 dəfə çəkilibdir, biraz xoşum gəlmir. Sadəcə inşallah peşəkarın biri tapmışıq. Yəqin ki, ürəyimiz istəyən qədər yaxşı bir çəkiliş təqdim edəcək tamaşaçılara. Səhətimlə bağlı o gün bilsən də sizin çəkiliş eləmək istəyirdim. Amma gözəl sözləri var. Qədrimi bilmədin gedirsən. Dostluqda da, sevgidə də. Yəni vaxt zaman gəlir onsuz da hamı o söz deyir. Vaxtını Hər bir mövzuda yalanlar rastlaşmışıq biz. Yenə də oxuduğu ifada da sözlərində yalan var. Öləndən sonra hamı paylaşır ki, mənim nə vaxtım. Hər insanın bir qədir ağacı var. Mən həmişə deyəndə çox ritq deyirəm bu sözü. Hər insanın bir qədir ağacı var. Onu əkirsən, amma o bar vermir. Elə ki sən ölürsən, bastırırlar. O ağac səndən bəhrələnir və səndən meyvə gətirir.
O zaman insanlar sənin qədrini bilirlər. Mən öləndən sonra nə edirəm mən Tamamilə qədrini? düz vurğuladın, amma səndən o... Yox, orada əyləş, Təbriz, zəhmət olmasa. Bu verilişimizin ikinci hissəsi artıq o tərəfdə əyləşərsən. Harada uyğunsa əyləş, fərq etməz. Sənin o bayaq verilişimizə ki, səni dəvət edəndə studiyamıza, sən biraz sevgi acılığından danışdın, xəyanətlərdən, yalanlardan danışdın. O məqama da toxunacaq, amma vaxt itirmədən mən düşünürəm, səni sevənlər ifalarını istəyir də, darıxıblar. Gəlsin ifa, amma açıqlamam var. Mahnı gəlmədən öncə, bəli, mən yenə də sizə təşəkkür edirəm öncədən ki, efirə dəvət etdiyiniz üçün. Həqiqətən var olun, çox sağ olun ki, gənc istedadlı müğənnilərə yer ayırırsınız, vaxt verirsiniz. Və mənim bundan öncəki mahnım, biz çıxartdıq bugünkü günü, səhərsi günü artıq trenddə idi. Və mahnı öz gücü ilə getmişdi trendə. Gedir əldən mahnısı, bəli, Gedir əldən mahnımız. Onun aranjmanı Fərşid Milani aranjman etmişdi. Sözlərini də Həcı Səbuhi Xırdalanlı. Və mən dedim ki, mən anlamadım, mən Naxçıvanlı deyiləm. Bəs mən niyə Naxçıvan mahnım yoxdur? Həcı Səbuhi Xırdalanlıya buradan təşəkkür edirəm. Dedim ki, mənə bir mahnı xahiş edirəm. Buyur, zəhmət olmasın. Sən əziyyət çəkmək Əslində oturmayaq. Təşəkkür edirik ki, sən ifa etdikcə Təbriz rəqqas və rəqqası olaraq missiyalarını yerinə yetirdilər. Oynayacaq mütləq. Çox gözəl əslində görünür. Və dedim ki, mənim bir Naxçıvan mahnısına ehtiyacım var və elə oldu ki, Naxçıvan mahnısını Ariyərsiyə gətirdilər. Söz musiqi Səbuhi Xırdalanlı, aranjman həmişəki kimi mənim vazkeçilməz Fərşid Milani. Biz bunu qəşəng bir şey elədik və Naxçıvanda bizim konsert var idi, açılış var idi. Ziba xanım Osmanlı ilə. Oxşarlığın da var ha. Ziba ilə, hə? Oxşarlığın da var. Burada Zibanı da salamlayıram. Hətta ona duetimiz də var. Öpürəm sən Ziba. Mən həqiqətən yenə deyirəm, Ziba da mənə çox dəstək olub. Bir yerdə duet Ziba öz də əziyyət çəkən xanımdır. Mən buradan öpürəm onu, mənim üçün çox dəyərlidir. Mahnısı gözəl trenddədir bu dəqiqə. Elə buradan səni təbrik edirəm. Mənim gözəlim, dəyərlim. Maşabı siz bərabər oxumuşdunuz. Bəli, Ziba xanım oxumuşduq. O trend olan maşab, nə gözəl. Mən onu bilmirdim əslində. İndi dedin, yadıma düşdü. Çox gözəl uğurlanırdı o. Çox təşəkkür edirəm, var olasınız. Mən əziz deyirdim hər şeyimdən. Kişilər qeyrətdir, qadınlar ismətdir. Buralar kim gördü, deyirəm cənnətdir. Mən bu gözəl yurdumu çox sevirəm. Sanki baxıb cənnəti seyr edirəm. Doğulduğum yer vətənimdirsə, mən vətənimdən belə fəxr edirəm. Naxçıvanlıyam mən, məni ayırmaq olmaz öz elimdən. Naxçıvanlıyam mən, mən əzizdir yurdum hər şeyimdən. Naxçıvanlıyam mən, məni ayırmaq olmaz öz yerimdən. Naxçıvanlıyam mən, mən əzizdir yurdum hər şeyimdən. Bu necə gözəllik, necə görkəmdir. Suyu havası dərdimə məlhəmdir. Gözəl yerlərindən adam doymaz. Naxçıvanım başqa bir aləmdir. Naxçıvanlıyam mən, məni ayırmaq olmaz öz elimdən. Naxçıvanlıyam mən əzizdir yurdum hər şeyimdən. Naxçıvanlıyam mən, məni ayırmaq olmaz öz yerimdən. Naxçıvanlıyam mən əzizdir yurdum hər şeyimdən. Sevinirəm bu cür elin olmağına. Qurban olum hər daşına, dağına. Sənə elə könlümdə məhəbbət var. Bağlanar insan ana torpağına. Naxçıvanlıyam mən, məni ayırmaq olmaz öz elimdən. Naxçıvanlıyam mən əzizdir yurdum hər şeyimdən. Naxçıvanlıyam mən, məni ayırmaq olmaz öz yerimdən. Naxçıvanlıyam mən əzizdir yurdum hər şeyimdən.
sevgilim, gel sevgilim. Bilirsən ki səni sevirəm. Sağlam ikən xəstə etdim. İndi niyə mənə gülürsən? Ay sevgilim, gel sevgilim. Bilirsən ki səni sevirəm. Sağlam ikən xəstə etdim. İndi niyə mənə gülürsən? Kay səni görməyəydim, bu cür nə sevməyəydim. Mən sənə söz deyəndə lal olub dinməyəydim. Kay səni görməyəydim, bu cür nə sevməyəydim. Mən sənə söz deyəndə lal olub dinməyəydim. Zəmanə vəfasız olarmı? Sevən sevdiğindən doyar mı? Zəmanə vəfasız olar mı? Sevən sevdiğindən doyar mı? Mənim yarım, vəfadarım. Bilirsən ki sənsiz ölərəm. Həyatımı sənə verib, uğrunda desən ölərəm. Mənim yarım, vəfadarım. Bilirsən ki sənsiz ölərəm. Həyatımı sənə verib, uğrunda desən ölərəm. Kay səni görməyəydim, bu cür nə sevməyəydim. Sən mənə söz deyəndə lal olub dinməyəydim. Kay səni görməyəydim, bu cür nə sevməyəydim. Sən mənə söz deyəndə lal olub dinməyəydim. Zəmanə vəfasız olarmı? Sevən sevdiğindən doyar mı? 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 Ay, təşəkkür Nə edirəm. gözəl. Maşallah. Ay sevindik. Mən təşəkkür edirəm. Sən bu ifadan sonra adam sevmək istədi. Lan Can, ailə can. qurmuşsan. Sevindiyi bu verişdən sonra itirdik. Bizim de toyumuz inşallah. Sevindiyi itirdik bu Allah verişdən nəsib sonra. eləsin o günü bütün subaylara. İnşallah. Bütün subaylar istəyər ki toy olsun. Allah sevinir. Allah xoşbəxt eləsin, sevindik. Bu arada məni də çağırmamısan toya. Hə, içməli də. Ha, yox. Ha, görsən. Görsən, heç birimiz olmamışsa Sonra Allah deyək, xoşbəxt etsin. Necə gedir ailə Cümləmizi. həyatı? Sən subaydın, sağ əlim hamımızın başına. Amin inşallah. Hə, əlim o yana elə, hə. Otur, iki nəfər. Təbriz ailə qurmaq fikrin var inşallah. Əslində ən çox aldığım suallardır bu. Aha. Sadəcə hər bir insanın Subayların arzusudur. başına Bəli, yoxsa? hər bir insanın arzusudur. Son vaxtlarda Daha çox. demək olar ki, adam bilmirəm yaşad dedi, nədirsə, onsuz da elə bir çox yaşımız da yoxdur. Prosto nədirsə adam birdən elə ürək istəyir ki, vaxtı zaman gəlib çatıb. Artıq məqam o məqamdır. Məqam gəlib çatıb. Bax, zaman öz sözünü Məlik göstərir. Şunlara, səndə də bir yaş Həqiqətən, bax, vaxtı var çox da. Sən adam görsən, keçdi qayğıya, nə bilim o ailəyə Bəli. ehtiyac olur. Bəli. Mən, Allah Sən inanırsan, məni neçə efir artıq Yusif Mustafayev salamlayırım. Dəyərli sənətkarımız. Əmmimiz də Xeyirqamı Allah verib. Allah Zahid Qubaqlı, çoxsu, Eldar Ələkbarov, çox qonaqlarımız kimlər olub. İnan ki, hamısı mənim toyumu gözləyirlər ki, sənin toyun nə vaxt olacaq, biz gələcək. Artıq mən də gözləyirəm. Hə, Yusuf Mustafayevin bir arzusu var. Əhd edib ki, Yusuf, mən Ucardanam. Deyir ki, sən deyir, mən səni gəlib Ucardan gəlin köçürdüm. Ay, maşallah. Vağzalda. Nə gözəl söz deyib, maşallah. Hə. Yusufəm onu gətir, gör nə gözəl O olacaq. məni çox, Sənətkarlarımız dəhşət var. çox istəyir xətrimi. Mən də onu çox istəyirəm. O Allah rəhmət eləsin. Teymur
Teymur əmi. Teymur Hə, əmi. onda Ay, bax ay, onda ay. o qədər çox istəyirdim rəhmətli. İndi görün bizim toyda nələr baş verəcək də. Bağzalı ilə o bir dənə oxuma oxuyurdu. Bəh bəh bəh. O gözəl. Təbriz inşallah bu yaxınlarda subaylığın daşın atırsan. Görək də, onu İnşallah, deməyək. görək də, İnşallah. Allah görək qismət sizə. eləsin. Deyəndə düşmürək, ümumiyyətcə mən əlim öncüldü ümumiyyətcə Namizədim var ya. hansı qıza ad çəkirəm, o ya ərə gedir, ya tutuzdurur. Ya da ki, mənə uşaqları olanda oğlu olur. Allah bilir, mənim xəbər saat dostum belədir. Otururduq, onu mu paylaşırdı? Dedi, Təbriz, səndən də bir şey paylaşaq. Dedim, qaqa, sən Allah ona buna dəstək ol, mən yox. Dedim, yaxşı yaz ki, paylaşı Təbriz elədiyi tütüllərin oğlu olur. Hal-hazırda namizədin var, yoxsa yoxdur? Görək də, indi özün zaman keçsə də onu bildirək. İnşallah biz dostları da çox Belə istəyirik deyilməyib, ki, prosto Təbriz ailə həyatı qursun. Gələcək, bilmiyorum, sabahlar İnşallah, insandır, Allah'ın bir şeylər olur ki, xarakterdə. Etirafları yaman sevirsən, ha? Etiraf etmək istəyirsən deyəsən, amma saxla. Prosto sən nə görə etiraf eləmək istəmirəm? Elə bir şey var ki, qabaq səni demək düşmürəm mən ona görə. İnci sənət camiyyəsindəndir, Hə, elə incəsənət yaxşıdır da, birimizi başa düşürük. kollega. Aa, ne güzel. Onda nəysə var. Onda istək var, Yoxsa maşallah. mənə may Təbriz. Hə, nə olacaq ki, görürsən adam boyunca. Yine gelmişik burada. Elçiliyə, dəstək Xeyirdən verməyə gəlmişəm. Kim bizden, evlenmek sizden. Mən bax Qız elə evində 200 də qoydum. subaysız. Aha. 200 də subaysız, Sən maşallah. Hadi evlenin de. Maşallah. Elə uzağa getməksə elə İnşallah Təbriz buradan aşağı düşək kimi Hə, Təbriz'e. yox, hələ ki, Hanımın qohumlarım. Allah nəsib eləsə zamanla vaxtsa Allah var. rəhmət eləsin, Təbrizi də itirdik. Vallahi bilmirəm, dəyərli izləyicilərimiz nə baş verir, bilmirəm. Ən əsası xeyirlisi olsun. Xeyirlisi olsun Mən öz inşallah. adıma şəxsən mən özüm də fikirləşirəm. Çünki insana lazımdır gələcək övlad, ailə həyatı. bəli. Yəni iş öz yerində, amma Övlad ailə həyatı öz gözəldir, yerində ailə- olmalıdır. ailənin Allah ən- xeyirlisi nəsib eləsin düşünürəm. Bu məsələni qoyaq kənara. Allahdan qismət nə olarsa onu da yaşayarıq. Nəysə üzünüz gülürük ikimizin də, prosto mən tuta bilmirəm. Nədirsə bu istək nədirsə. Ağlamağa gəlməmiş, gülməyə Yox, gəlmiş. Allah hər zaman güldürsün. Bu iş qəlbdən Mən gələn var, o şey. qalmaqalı zat sevmirəm. Mən sənət lazımdırsa oxuyaq səhərə qədər, amma belə dəstgahından tutmuşum klassikası. Amma belə şeylər sevmirəm ki, qalmaqalla gündəmə gələk. Bizə o yaraşmır. Sevindi əslində söz atdı. O peşəkar həm də aparıcı tərəfi də var axı. İndi o bir Amma aparıcı Yox, tutarmışam, bəli, yox, sən aparıcılıq eləyib tutarmışam. Təhsilini alır. Təbii, Zarafatçıldır sən da bu bu belə arada. bir atmosfer yaratdın ki, o Əsas biraz zarafatçılıq. harasa abba-hava tutdu, ona görə o belə danışdı. O heç də o Hə, olmalı. o da ki, qaçmaq O lazım deyil. zarafatçılığı da var. Yox, O da böyük şey. əzimizdir. Yəni ki, bir-birimizin sözü bir-birimizin boğazından Əlbəttə. keçir. Yəni ki, mən Təbii güman ki. eləyərəm Dostlar, ki, Mən Təbriz bu təşəkkür sözümdən edirəm izin bir daha hər birinizə. Maşallah, inanın ki, o qədər gözəl verilişimiz keçir. Həqiqətən heç bilmədim ki, hardan başladı, hardan bitdi. Və qonaqlarımızın səmimiyyətindən, onların həqiqətən də mən az öncə də dedim ki, elə verilişimiz başlayanda dedim ki, həqiqətən gələn qonaqlarımız əsl sənəti olan qonaqlar olanda onlarla həm söhbət etmək də adama xoş olur və tamaşaçıya da o veriliş xoş olur və ən əsası bir ədalətli veriliş, yalansız veriliş təqdim edə bilirik və məqsədimiz də elə budur. Onda da bizim üçün sevindirici hal olur və bir daha mən hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun, minnətdaram. Könül, mən səni əslində əyani tanımırdım, amma çox-çox şad oldum və mən elə təşəkkür edirəm Təbriz sənə, Təbrizə təşəkkür edirəm ki, bax belə bir Biz adam məqam deyirik, yaratdılar. hamıya təşəkkür Yox, könüllü verilişimizə dəvət etməkdə, yəni əziyyətləri oldu. Sağ olsunlar, təşəkkür edirəm. Təbriz mənim sağ əlimdə də. Təbrizin qardaşına söhbət gedir. Bizim inşallah ona gözəl bir proyektlərimiz olacaq. Gözəl bir işbirliklərimiz olacaq. Onu da anons edib. Yenə də xoş oldu mənə. Mən də təşəkkür eləmək istəyirəm sizə. Pərvizlərə də təşəkkür edirəm. Dünya TV-nin rəhbərliyinə təşəkkür edirəm ki, bizim kimi gənc istedadlı müğənniləri, mən gənc istedadlı deyərəm, çünki bizim hələ ki tam müğənni olmağımızda bizim bir 20 illik, 30 illik stajımız olmalıdır. Çünki biz sənətdən biraz 1.40 belə böyründən pay olaraq danışa bilərik. Biz sənətdən danışa bilmərik. Çünki o bizim nə yaşımıza, nə qədər də təhsil alsaq, təhsilimiz də ola bilməz. Çünki biz indi belə deyək də, hamımız gənc pokoleniyayıq. Mən məsələn 90-larıq da belə deyək də, 90-larıq. Yəni ki, mən durub sənətdən çox danışa bilmərəm. Çünki sənətkarlarımız baxır. Sənətkarın da yanında heç vaxt insan danışmaz. Ədəbini gözləyir. Ədəbimizi gözləməli olmaz. Çox sevdim, səmimiyyət. Və təşəkkür edirəm, sizə də təşəkkür edirəm. Və Mövzu yalan idi, amma... bir məqama toxunmaq istəyirəm. Son olaraq elə efir vasitəsilə bizi izləyən tamaşaçılarımıza bu sənət camiyyəsinin ən acı yalanları var da, yəni o məqamlar var. Ən böyük yalanımız hal-hazırda hansıdır? Sənətdən böyük yalan. Satıram, gəlirəm.
Yox, o yox, o yox, o Onlar yox. şirin yalanlardır Onlar da. şirin O yalandır. İnan ki aranı- Təbriz. Onlar Artıq tıxac şirin yalan. olur, Ha, o gecikmələr Ən olur. böyük yalan hal-hazırda bir gənc sənətçi olaraq show biznesdə nəyi görürsən? Söhbət sizdən getmir, Aha. müğənnilərdən gedir söhbət. Çox istedadlısınız. Amma yəni o dediniz ki, nədən gedir söhbət? Aha. Yalanda. Aha. O Amma bir ata kəlmə yalandan- söz Hələ var. sənin gələcəyin qabaqdadır. Sən çox istedadlı müğənnisən. Haran deyirsən o Yalan istedadlı verdilər. müğənni? Bir canlı oxuyanda da oxuya bilmir. Yalan Olmaz. deyirlər. Əslində bizim mövzumuz o qədər aktual mövzudur ki, nə qədər danışsaq da, yəni Bitməz, fikirlərimiz bitməz. Amma Təbriz, sənin son fikirlərini almaq istəyirəm və elə son olaraq da ifanı alaq və əlbəttə ki, digər dostlarımızın da Nurhanım, ifaları. Rəhbərlik başlamaqla sizin komandanıza təşəkkür edirəm. Çox sağ Elə olasın. sənə təşəkkür edirəm xüsusi olaraq. Uğurlar arzu edirəm. Maşallah olsun. Gözəl verilişiniz, qəşəng auralı. Könlünə də uğurlar arzu edirəm. Mənim dəyər verdiyim dostumdur. Yəni səsinə də, özünə də, sevindiyə də həmişə inşallah ki, Təşəkkür uğurlar arzu edirəm. eləmişəm. Həmişə də əlimizdən nə Əziz gəlir olasın. bizə. İnşallah ki, Allah xalqımızın sevgisini bizə çox görməsin. Hələ indi demək olar ki, öz camiyəmizdə dost tanış hissdir. Amma ümumi olaraq xalqı tanımaq, o ifasını tanımaq, təkəbbürü də Allah bizdən uzaq eləsin. Amin. Hərənin öz qabında nəyi varsa, indi zaman gəlir, vaxtı gəlir. Birdən deyirlər ki, filan kəs belə oxudu, filan kəs. Oxuyan hər yerdə olduğu kimi ola bilməz axı. Elə bir 5 dəqiqə danışan adam yorulur. Saat 4-də 5-də məclis qutarır gecə. Özünüz görürsünüz, tamamız? Ona görə demək Son istəyirəm olaraq ki, bir sual da verim sənə. Hal-hazırda birinci arzum sənə odur ki, heç vaxt həvəsdən düşmə. Sən bu cəmiyyədə sən həvəsdən düşdüyün məqamlar üçün olub, amma həqiqətən də sənə ehtiyac var. İnşallah Sənin ki, sənətin var və başlamışam. necə davam eləmsən, olduğun yerdə də daha da irəli addımla İnşallah. və hal-hazırda olduğun yerdə razısan, hal-hazırda yox, təbii ki, belə şükür Allah'a, əlbəttə ki, hər şey canımız sevilirsən sağ olsun. Amma bilirəm. yox. Tələbat Amma var. belə yox da reklam Belə saatı, yox. reklam tərəfindən əlbəttə işlər görmək yox. Yox, bu yox. vəziyyətdə. Ona Mən də görə yox, heç irəliləmək sevimli də yox. lazımdır. Yox, üçümüzün adından danışıram ki. Bəli, amma ən əsası mən bir söz deyim. Yəni biri var hər gün yəni ötəri reklamlar edib, kliplər təqdim edib, ifalar səsləndirib, tamaşaçının zövqünü korlamaqdansa, inanın ki, ara bir mahnı təqdim edib, klip təqdim edib, amma maraqlı mahnı, samballı mahnı və ən əsası sevilsin. Bax, mən sən oxudun könül çox gözəl, çox bəyəndim ifalarını, möhtəşəm. Əla, gedir əldən ifaları Naxçıvan. zaten sevirəm, özü də bilir. Yəni sevindik, maşallah, özünə məxsusu. Allah can yenə də sağlıq ifaları versin. Mən edir. qeyd eləyim. Dil Aha. gözəl şeydir. Dil insanı qalxızarda yendirər də. Bəli. Təqdimat düzdür. Məsəl üçün, hansısa bir televiziya olsun, istəyir restoran sistemindən olsun, səhnə sistemindən olsun, maşallah. Bir-birimizi o qədər gözəl anlayırıqsa, Bəli. yəni nə xoş bizə. Bəli. Yəni, bunu da qeyd edim ki, məsəl üçün, o ifaçılar var, onlarla da biz özümüzü bir yerə qoymalı deyilik. Bəli. Çünki elə insan var ki, məsəl üçün, şousu ilə qarşıya gedir, qabağa gedir. Elə insan da var ki, səsi ilə, səsinin məxmərliyi ilə qarşıya önə çıxmağı bacarır. Yəni, mən bilsən, tam istək olaraq, bu dəqiqədə insanlarımızın, kütləmizin, cəmiyyətimizin zövqünü tutmaq olmur, əzizim. Məsəl üçün, oxuyursan, ala gözlüm səndən ayrı gecələr, bilir kimi uzun olur neyləyim. Gedirsən oxursan, qardaş, sən Allah bəstidə, nə olar? Şap tapdım ya, tapdım ya. Dünyalarımda mən bir məclisdəydim. olur. Təbriz gəlsin sənin ifan. Gəlsin bir elə xanımlarımız. Madam, 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 a gözləri badam, dəli divanə olur səni görəndə adam. Madam, 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 a gözləri badam, dəli divanə olur səni görəndə adam. Söyle adın ne bilmesem olmaz, düşüp dalınca gelmesem olmaz. Kalbimi kırma, insafın olsun, ol mənə canan, seni sevmesem olmaz. Kalbimi kırma, insafın olsun, ol mənə canan, seni sevmesem olmaz.
Adam adam adam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Benzerin, okşarım senin, özün teşhirin, ballı sözlerin. Gören nesirdir bir bakışınla, aklımı baştan aldı gözlerin. Gören nesirdir bir bakışınla, aklımı baştan aldı gözlerin. Adam adam adam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Yandı bu bağrım bakışlarından, gül yüzündeki nakışlarından. Birce ümit ver gözlerem seni, koy öldürmesin hasretin beni. Birce ümit ver gözlerem seni, koy öldürmesin hasretin beni. Adam adam adam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam, a gözleri badam, deli divane olur seni gören de adam. Madam madam madam. Ay maşallah. Təbriz Məzahiroğlu madam söylədi. Sizləri görməyimə də çox şadam. Aha. İndi kimi görüb dəli divanə oldun? Hayır, Amma Sadəcə ifadə. üzr istəyirəm. madam ümumiyyətcə Xanım deməli. Bütün ifaları düzdür. Bütün ifalarımız sevgidən olur da. Məsəl üçün bu gözəl. indiyə qədər sən nə yaxşı madam maraqlı maşallah. Madam söylədi, amma fərqli görək mahnılar Könül lazımdır, xanım nə hə? Bir yaxınlarda söyləyəcək hələ bizim bildirsin. üçün. Gəlsin Könlümüzün növbəti ifası. Maşallah. Ben bir ömür gözledim, o gelir hoş gelir. Hayatımda sen olmasan hayat bana boş gelir. Düşecek sevgimiz tarihe dastanlara, bunu ben hesreledim seven insanlara.
minnətdaram, var olasan. Sağ ol, Buyurun, var əyləşin. Çox Sevənlər gözəl eləmişsən. ifa idi, Hər çox məhəlləmiz çox gözəl. gözəl, Bəli. maşallah. Sevgi gözəl bir şey. Bəli, əyləşin. Sevmək lazımdır. Təşəkkür edirəm. Mən bir daha minnətdaram hər birinizə, dəyərli qonaqlarımız. Çox gözəl efir oldu, çox gözəl sizinlə həm söhbət olduq və hər birinizə bir daha uğurlar arzu edirəm sənət fəaliyyətində, Nurayna, son həyatınızda. yerimizi istəyirəm. Gələn səfər qəşəng bura gəlişdi. Burada ansambl qəşəng bir orkestramızdan. Əslində biz səni elə gözləyirdik, Planlı Təbriz. bir, Hə. elə- Amma 100%, yəni Mən öz sənətiniz, kollektivlə səsiniz inşallah maşallah var. kolleqamla, TMB-lə burada İnşallah. möhtəşəm İnşallah bir yenə də anı sizi dəvət eləyəcək. Dəyərli tamaşaçılarımız, ümidvaram ki, bu gün də sizlər üçün çox gözəl bir efir təqdim etdik və mən sizinlə sağollaşmadan öncə əlbəttə ki, Sevindikin ifası ilə sağollaşacağıq, amma hər zaman olduğu kimi ənənəyə sadiq olaraq mən bu gözəl saç və makyajıma görə ümidvaram ki, bu gün də məni bəyəndiniz. Çox gözələm və NH studiyada Nairama dərin təşəkkürümü bildirirəm. Eyni dərəcədə Firuzəmə və Bikəmə təşəkkür edirəm. Bu gün də sizlər üçün mən gözəl hazırladılar və sizlərin qarşısına təqdim etdilər. Əlləri, qolları var olsun və mövzumuz yalan idi və sizlərə elə yalansız, tam səmimi bir efir təqdim etdik. Bəli, bəli. Və həqiqətən də tək incəsənət sahəsi deyil, ümumiyyətlə həyatımızı yalansız yaşasaq, dürüst yaşasaq və bu bizim üçün ən önəmli faktorlardan biridir ki, mən hər zaman söyləyirəm ki, biz Azərbaycan xalqı olaraq öz mövqelərimizi bilməliyik, bir fərd olaraq özümüzü təsdiqləməyi bacarmalıyıq və hər birimiz bu xalqın, bu cəmiyyətin üzvü və öz sərhədlərimizi bəlli yerə qədər, çərçivəsinə qədər bilsək, bu bizim üçün vətəndaşlıq haqqıdır, həm də ki, şərəf verici hisslərdən biridir. Ona görə də çalışın ki, həyatınızı, ömrünüzü, sənət fəaliyyətinizi, biznes fəaliyyətinizi hər bir mövzuda, sevgidə, ailədə, dostluqda, cəmiyyətdə tamamilə yalansız, tam real həyat yaşayın ki, xoşbəxt də olasınız. Və gecəniz xeyrə qalsın, bizdən bu qədər. Çox təşəkkür edirəm mən bir daha bütün komandamıza və ən böyük təşəkkürlərimiz siz tamaşaçılarımızadır ki, bizi izləyirsiniz və efir vasitəsilə yenə də əlaqə nömrəmizə yaza bilərsiniz. Hər hansısa bir arzu istəkləriniz, təbrikləriniz varsa və ən əsası Firuzənin nuru verilişində kimləri görmək istəyirsiniz, onu yazın. Mütləq ki, həmin efirlə qarşınızda olacaq və Sevindik orucun ifası ilə sağollaşırıq sizlə. Buyur. Gözlerim yorulmayır yolunu gözlemekten, bu dilim usanmayır adını söylemekten. Gözlerim yorulmayır yolunu gözlemekten, bu dilim usanmayır adını söylemekten. Sevirsen sen az eyleme, sen doyunca az eyleme, gözlerimle könlüm evin yıkıp viran eyleme. Sevirsen sen az eyleme, sev doyunca az eyleme, gözlerinle könlüm evin yıkıp viran eyleme. O qara gözlərinin qəmzəsi yandırdı məni, o gül yanaqlarının bu səsi yandırdı məni. Qara gözlərinin qəmzəsi yandırdı məni, o gül yanaqlarının bu səsi yandırdı məni. Adətli qəlbləri sındırma, boş söz atıb könül bulandırma. Dedikodu eləyir yadlar, elə getsə ürəyim partlar. Paxıllığından çıxa qoy gözlər, bezdirib məni atmaca sözlər. Aşıqı yardan eyləmək olmaz, sevən kəs sevəndən ayrı qalmaz. Yar istər atar məni, o bilər mən bilərəm, ya da bək tutar məni, o bilər mən bilərəm. Yar istər atar məni, o
O bilər mən bilərəm, ya da bək tutar məni. O bilər mən bilərəm. Külək olsam saçlarını daramağa qoyarsanmı? Saraylasan bülbül kimi sən çiynimə qonarsanmı? Hər küləkdən dünər olmaz saçlarını daramağa. Sən o bülbüldən deyilsən, uçub qonasan bu dağa. Göz yaşım tək baxaydım mən sənin o gül yanağına. Dağ düşündə bulaq olub öpəydim bal dodağına. Göz yaşım tək axaydım mən sənin o gül yanağına. Dağ düşündə bulaq olub öpəydim bal dodağına. Dolanım başına dolanım, dolanım başına dolanım. Ah dolanım ey başına dolanım, dolanım başına dolanım. Dolanım başına dolanım, dolanım ey dolanım, dolanım başına dolanım.